boyunca cəmi bir 100 bəstəkar seçmək olar ki, hansılar ki, məhz musiqiləri ilə yadda qalırlar. Ondan sonra onlar dillər əzbər olur. Kino musiqi tarixi çox böyük peşəkar bəstəkarlar tanıyır ki, onlar dəfələrlə Oscara layiq görülüb, onların filmləri müxtəlif dövrlərdə kassa filmləri olub, tarixə düşüb. Kino musiqi sahəsində beynəlxalq səviyyədə məşhurluq qazanmış, ömrünün çox hissəsini Amerikada yaşamış fransız mənşəli bəstəkar, dirijor Maurice Jarre özünün 85 illik ömrünü kino musiqisinə həsr etmişdi. Və onun musiqi yazdığı filmlər eyni zamanda kinematografiyanın klassikasına çevrilmiş əsərlərdir. Maurice Jarre tanınmış fransız bəstəkarıdır, amma izini, adını qoyub təbii ki, Hollywoodda. Maurice Jarre dünyada ən məşhur kino bəstəkarlardan biridir və mənim çox sevimli bəstəkarımdır. Dünya kinosunun böyük peşəkarlarından biri təbii ki, Maurice Jarre'dır. Kino musiqisi tarixində 10-15 və yaxud da 20-yə yaxın bir bəstəkar sadalamaq olar ki, onların musiqiləri həqiqətən yadda qalır və həmən o 20-liyə yəqin ki, Maurice Jarre daxildir. Maurice Jarre klassik Hollywoodun o, yəni 60-cı illərin filmlərin ən parlaq nümayəndələrdən biridir. 150-dən çox filmlərə musiqi Maurice Alexis Jarre 13 sentyabr 1924-cü ildə Fransanın Lyon şəhərində dünyaya göz açıb. Jarre Rusiyadan miqrasiya etmiş Yahudi ailəsində böyüyüb. Əvvəl musiqi ilə məşğul olmaq istəməyən Maurice Jarre Lyon Universitetinin elektrik mühəndisi fakültəsinə daxil olur. Buranı bitirdikdən sonra Paris konservatoriyasının zərb alətləri sinifinə daxil olur. İkinci Dünya müharibəsi ərəfəsində Fransa ordusunda xidmət edir. 1950-ci ildə Komedi Fransez və daha sonra xalq teatrında musiqi rəhbəri kimi çalışır. Onun atası oğlunun mühəndis olmağını istəyirdi, lakin universiteti mühəndis olaraq bitirir, ancaq təhsilini musiqiçi olaraq davam etdirmək qərarına gəlir. Bəstəkarlıq dərslərini isə 20-ci əsrin nəhəng simalarından biri olan fransız altılığının görkəmli nümayəndəsi Artur Honegger'in sinfində təhsil alır. Maurice Jarre simfonik əsərlər, balet və teatr üçün müxtəlif musiqilər yazıb. Ancaq onun uğuru kino musiqisi ilə başlayır. İlk debüt işi 1951-ci ildə fransız rejissoru Georges Franjunun Əlillər Evi filminə yazdığı soundtrack olur. Klassik musiqi janrında kamera instrumental, simfonik, orkestr əsərləri yazır və daha çox bu əsərlərin içərisində daha çox diqqəti cəlb edən onun bir baleti vardır ki, o da Victor Hugo'nun eyni adlı əsəri əsasında yazılan Paris Notre-Dame kilsəsi baletidir. Bu balet bir çox dünya səhnələrində tamaşaya qoyulmuşdu. Ona quruluş verən baletmeyster, o dövrün məşhur fransız baletmeysteri Roland Petit olmuşdu. Kostyumları isə Yves Saint Laurent şəxsən özü tikmişdi. 1960-cı ildə ABŞ-yə gəldikdən sonra 150-dən çox filmə musiqi yazır. Maurice Jarre çox məşhur kino rejissorlarla əməkdaşlıq edib, işləyib və birincisi Alfred Hitchcock. O Hitchcock ki, biz bilirik, o vahimə filmlərin atasıdır. Sonra
işləyib Zeffirelli ilə, o da çox məşhur bir rejissordur. Biz hamımız onu çox məşhur Romeo və Julietta filmindən tanıyırıq. Lokino Visconti ilə işləyib və s. və ilaxır. Dəfələrlə o Oskara namizəd olub və onların üçünə o artıq namizədlikdən qalibiyyətə keçib. The winner is Maurice Jarre for Passage. Üç filmin üçü də məhz David Lean-lə bağlıdır və hər üç film öz tarixi məqamları ilə yadda qalan bir filmlərdir. Onlardan ən birincisi, yəni birinci Oskarı Ərəbistanlı Lawrence-dir. İkinci filmi Hindistana səyahət və üçüncü filmi də Həkim Jivago filmidir. Kino dili iki hissəyə bölünür. Yəni onun vizual hissəsi və musiqi hissəsi. Bu əsas iki dildir ki, bunun bir sintezi olanda ideal bir sənət əsəri çıxır ekranlara. Hər bəstəkara da bu qədər blockbuster, kütləvi action filmlərinə musiqi yazmaq da qismət olmur. O çox ağır bir işdir. Maurice Jarre'ın musiqisi dinləyəndə adamın ürəyində qalır. Adamın hafizəsinə həkk olunur və yadımızda qalır. Uzun ömürlü olur onun musiqisi. Səhra qumluqları kimi, o dəvələrin hərəkəti kimi orada məşhur aktyorlar oynayır. Peter O'Toole, Ömər Şərif, görkəmli dünya şöhrətli aktyorlardır ki, hansılar ki artıq bütün bəşəriyyətdə yadda qalıblar. Onun musiqisi aktyorların oyununu da hərdən belə təkan verirdi. Hərdən yerinə düşürdü ki, diqqətsiz tamaşaçını da cəlb eləyirdi ki, sən diqqətlə bax. Musiqi birdən-birə partlayış kimi o aktyorun ifasında oyadırdı tamaşaçını. O şərq musiqisi, o dəvələrin o at kimi hərəkət eləməsi, dəvə kimi ahəngli, aramlı yox, məhz at kimi çevik hərəkəti və həmən musiqidə öz əksini həmən onlarda alır. O zərb alətlərində, o litavrlarda, o nəfəsli alətlərdə, o nəfəsli alətlərin daxil olması, o sonra nəfəsli alətlərin üstünə simli Doktor Jivago filmini işləyəndə Boris Pasternakın məşhur romanıdır və ona görə Pasternak Nobel mükafatına layiq görülüb və David Lean həmin romandan film çəkib və musiqisini həvalə edib Maurice Jarre. Maurice Jarre da çox mahir ustad kimi həmin filmə musiqi bəstələyib. Burada deməli rus
romanı olduğu üçün orada autentik balalaykalardan istifadə, yəni qədim balalaykalardan istifadə edir. Lakin bunu elə bir şəkildə, elə bir orqanik bir şəkildə verir ki, burada sanki qəsdən saxtalıq deyə bir şey duyulmur. Elə bir təbii üsulla onu ortaya çıxarır ki, həmin əsər Olmuşdu ki, indiyənəcən kritiklər arasında mübahisə eləyirlər ki, bu film alınıb və yaxud alınmayıb. Niyə? Çünki Rus temasıdır. Bu Rus teması özü də 19-cu əsrin axırı, 20-ci əsrin əvvəli bir ailənin üstündə qurulub bu əsər. Boris Pasternak Uzun müddət çalışıb, uzun müddət düşünüb və Rus xalq musiqilərini o çox dərindən öyrənib. Moris Jar San Francisco'da Rus muhacirlərdən orkestr yaradıb və həmin orkestr məşhur Rusiya musiqi aləti balalaykada çalıblar və o musiqini Moris Jar filma salıb və çox yerinə düşüb və çox gözəl səslənir. Dünyaca məşhur olan və hətta onu kinofilmdən kənarda da ayrıca bir piyes kimi, orkestrlərin müşayiətində ayrıca bir piyes kimi səslənən bir mövzudur. O, bu mövzunu məhz balalaykaya həvalə edir. Həkim Jivaqo filmindəki əsas o kanton mövzusunu biz oxusaq, biz görəcəyik ki, Rus xalq kilsə mahnısı var. Onun adı Gecə zəngidir, Вечерний звон. Adam bəzən belə fikirləşir ki, niyə məhz kilsə musiqini nəzərdə tutur? Sonralar musiqiyə sözlər yazılaraq mahnı bəstələnir. Somewhere My Love adlı mahnıdır ki, onu bir çox dünya şöhrətli ifaçılar səsləndiriblər. Rusiyanın ab-havası, Rusiyanın ruhu verilib o musiqidə. O Rusiya soyuğu. ab-havanı göstərə bilib Moris Jar öz musiqi ilə. Oskara namizədliyi və qalibliyi məhz onun musiqisinin orijinallığındadır. Yazılır ki, orijinal musiqiyə görə Oskar alır. Mən fikirləşirəm ki, burada tək bəstə yox, məhz orijinal, məhz Həkim Jivaqo və təbii ki, görkəmli böyük aktyor orada Ömər Şərifin ifasında. Moris Jar'ın musiqisi Ömər Şərifin ifasını daha da qaldırır, daha da zəngin eləyir. Və o filmə baxanda görürsən ki, doğrudan mən bir an fikirləşdim, nə olardı bu Moris Jar'ın musiqisi indi olmayaydı. Ömər Şərif tək belə musiqisiz ifa edərdi. Onun restləri, onun hərəkətləri, baxışları, danışıqları və gördüm ki, o nəsə belə qəribə gəlir musiqisiz, çılpaq görünür. Amma musiqi onu daha dəqiq eləyirdi, onun ifasını. Orada təbii ki, Geraldine Chaplin və çox gözəl və təmiz Rusa oxşayan, mənə elə gəlir ki, heç hər Rus aktrisa o cür Rus ola bilməz. O incəlikdə hansındakı biz Julie Christine görə bilirik. Moris Jar simfonik musiqi ilə Rus imperiyanın xarakterini göstərə bilib o musiqi ilə və Moris Jar bu filmə görə Oskar mükafatını alıb.
Moris Jar müsahibələrinin birində deyirdi, musiqi filmə əlavə ölçü verməlidir. O, ekranda görünməyənlər haqqında danışmalıdır. Üstəlik, buna elementlərin tarazlığını pozmadan nail olmaq lazımdır. Əlbəttə ki, bu asan deyil və həmişə alınmır. Ancaq buna səy göstərməlisən. Allahların ölümü, yəni Rusça o Gibil Baqov gedir. Çox aktual temadır. Filmin rejissoru Lukino Viskonti olub. Filmin süjeti 1930-cu ildə hadisələr baş verir. Bu film indiki zamanda çox aktualdır. Kinoda işləyən bəstəkarlar elə musiqi yazırlar, elə zəngin, maraqlı, yadda qalan musiqi yazırlar ki, həmin musiqi filmin süjetini, orada böyük aktyorların ifasını biraz kölgədə qoyur. Musiqi keçir ön plana. Moris Jar onu çox yaxşı başa düşürdü. Film çox uğurlu bir film olub. Viskonti'nin filmlərinin arasında bu film mühüm yer tutur. Amma Moris Jar başa düşürdü ki, filmdə əsas rejissorun işidir. Və gərək elə musiqi yazsın ki, rejissorun işi arxa planda qalmasın, kölgədə qalmasın. Moris Jar yenə də bir tanınmış bəstəkar kimi o ailənin, o hadisələrin ab-havanı öz musiqi ilə tamaşaçıya bəxş edib. Bəstəkarına yox, məhz Moris Jara müraciət etmək mənə elə gəlir ki, bu filmin ən önəmli uğurlarından biridir. Muhammədin La 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 la.
musiqisi onu vurğulasın. Moris Jar Cifirelli ilə bir yerdə çox maraqlı bir filmin üstündə işləyirdilər. Filmin adı İsus iz Nazareta, yəni Rusça Peyğəmbər İsa haqqında film. Burada biz çox qəribə Moris Jarla rastlaşırıq. Bir növ hadisələr şərqdə baş verir. İkinci olaraq bu hamıya məlumdur ki, bu filmi Franco Zeffirelliyə Vatikan kilsəsi sifariş vermişdi və bu film İtaliya və Britaniya televiziyalarında mini serial kimi nümayiş olunurdu. Musiqilərlə dolu olan bir filmdir. Əgər kimsə bu Peyğəmbər İsa haqqında öyrənmək istəyirsə, o Cifirellinin filmi sırf elə bil üstündə qurulub o ssenari, belə deyək. Və Moris Jar da çox maraqlı ab-havanı öz musiqi ilə məncə çox belə virtuoz formasında tamaşaçılara bəxş etdi. Moris Jar bizim qarşımıza çox qəribədir ki, həm şərq ifadəsində, həm qərb palitrasında, qərb rənglərində, qərb dolğunluğunda, həm də gözümüzü yumduqda Yahudi motivlərini biz oradan sezə bilirik, tanıya bilirik. Bu sintezə, bu ahəngə bəstəkar necə nail olur, harda nail olur, o musiqilər onun beyninə haradan və necə nazil olur və necə ifadə olunur, necə o səsləri çevrilir. Moris Jar peşəkar səviyyədə həmişə nəticə verən bir bəstəkardır. Moris Jarın üslubu çox şaxəlidir. Burada istər şərq mövzuları, istər dini mövzular, istər tarixi, lirika, dramatik mövzulara rast gəlmək olar. David Lean'la 3 çox uğurlu filmlərində işləyib. Biri Ərəbistanlı Lawrence, ikincisi Doktor Zhivago, Həkim Zhivago, üçüncüsü də Hindistana səyahət. Və hər biri ona Oscar mükafatı getirib. Moris Jar yazdığı musiqilərlə tamaşaçısını Hindistana səyahət filmi ilə Hindistana, Ərəbistanlı Lawrence ilə Ərəbistana, Nazaretli İsa ilə İsrailə, Doktor Zhivago ilə Rusiyaya səyahət etdirə bilən bir bəstəkardır. O səslərin akustikası ilə yanaşı elektron musiqi və onun xüsusiyyətləri ilə də maraqlanırdı. Oğlu Jean-Michel Jar'ın elektron musiqi üzrə seçilən musiqiçi olması təsadüfən olmayıb. Fransız bəstəkarı, multi-instrumentalist, elektron musiqinin banisi, möhtəşəm musiqi işıq şoularının müəllifi, dəfələrlə Guinnessin rekordlar kitabına düşən Jean-Michel Jar. Moris Jar'ın bu həyatda ən böyük əsəri onun oğlu Jean-Michel Jar'dır. Çünki yeni bir nəfəs, yeni bir şey sənətə Jar sülaləsindən Jean-Michel ilə gəldi. Axırıncı filmlərdə Moris Jar elektron üsulunda musiqini yazırdı və Rusca net выхода, yəni çıxış yoxdur. Çox maraqlı bir eksperimentalni musiqi olmuşdu o filmdə. Və yəqin ki, onun bu cavanlıqda o meyilli var idi texnikaya və bu maraq axırıncı filmlərdə büruzəni göstərdi. İnsanda maraq var idi bu elektron səslərə, elektron simple'lar deyirlər də buna. 1987-ci ildə Adrian Lyne'ın belə bir trilleri ekranlara çıxır. Ölümcül cazibə. Adrian Lyne necə olub ki, bəstəkar olaraq bu film məhz Moris Jar'ı cəlb eləyir. Çünki musiqilər qətiyyən
Moris Jar'ın özünə oxşamır. Amma təmiz, klassik ənənələrə əsaslanaraq elektron musiqi ifadəsini biz görürük. I've got to see you. This is gonna stop. No, it's not going to stop. It's going to go on and on. She keeps calling the apartment. Hello? Every time Beth answers the phone, she hangs. Ölü Şairlər Cəmiyyəti filmi zənnimcə xüsusi diqqətə layiqdir. O səbəbdən ki, təbii ki, oradakı görkəmli, çox böyük aktyor Robin Williams'ın ifasında biz onu görürük. O filmdə ola bilsin ki, Jar'ın yaratdığı partitura doğrudan da hardasa tamaşaçını daxilən tərpədir. Bəstəkar məhz hadisələrdən irəli gələrək həmən o musiqi ifadələrini gətirib elektron musiqisi ilə sintez eləyir. Və o musiqilər bizim yadımızda qalır. O musiqilər bizim beynimizə həkk olunur. Dead Poets Society. ...2009-cu ildə Berlin Film Festivalında kino sənətinə verdiyi töhfələrə görə mükafata layiq görülür. Hollywoodun şöhrət xiyabanına Moris Jar'ın şəxsi ulduzu həkk olunur. O bizə qoyub getdiyi musiqi, o filmlərdə işlədiyi, o əlbəttə mən deyərdim ölməz musiqidir. Bu bəstəkar kino aləmində iz qoyan bir bəstəkardır. Moris Jar keçid dövrünü yaşayan və keçid dövrünü öz üzərinə tətbiq eləyən və keçiddən qorxmayan bir bəstəkardır. Moris Jar böyük hərflə, qızıl hərflərlə kino tarixinə yazılan bir addır. Həyatımın uzun bir soundtrack olduğu söylənə bilər. Musiqi mənim həyatımdır. Musiqi məni həyata qaytardı və bu həyatdan ayrıldıqdan sonra da uzun müddət yaddaşımda qalacaq. Mən öləndə beynimdə yalnız mənim eşidə biləcəyim son vals çalınacaq. İndi Moris Jar'ın son valsı səslənir. Yalnız onun eşidə biləcəyi vals.